Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu videoda sizlərlə Güvən nəşrlərinin 22 fevral tarixində blok fənlər üzrə keçirdiyi sınaq imtahanının informatika suallarını müzakirə edəcəyik. Deməli, birinci sualımızla başlayaq. Deyir ki, aşağıda verilmiş faylların ümumi həcmi ilə listə tutduqları ümumi həcm arasında neçə kilobayt fərq var? Aha. Əvvəlcə fayllarımızın öz ümumi həcmlərini müəyyənləşdirək. Deməli, bir dənə 5 kilobaytlıq faylımız var. Bir dənə 13 kilobaytlıq faylımız var. Bir dənə 25 kilobaytlıq faylımız var və bir dənə də burada yazılıb 34 kilobaytlıq faylımız var. Bunlar ümumi 25, 30, 64, 64 ilə də 13, 4, 3, 7, 77 kilobayt bir həcmə malik olmuş olacaq. İndi gəlin sözgedən bu faylların diskdə tutduğu yerləri hesablayaq klasterin tutumuna əsasən. Birinci başlayaq 5 kilobaytlıq faylımızdan. Deməli, 5 kilobaytlıq bir faylı 8 kilobaytlıq klasterə yığmaq üçün bizə neçə dənə klaster lazım olacaq? 5-i 8-ə böləndə 0 tam nə qədərsə düşür. Biz deyəcəyik, bir dənə klaster lazım olacaq. Bir klasterin tutumu da 8 kilobaytdır. Demək ki, 5 kilobaytlıq bu fayl yaddaşda 8 kilobayt yer tutacaq. İndi keçirəm ikinci faylımıza. İkinci faylımız 13 kilobayt bir həcmə malik olan fayldır. 13 kilobaytlıq fayla 8 kilobaytlıq bir klasteri neçə dəfə yaza bilərik? 13-ü 8-ə böləndə bizdə bir tam nə qədərsə alınır. Biz deyirik 2 dənə klaster lazımdır bizə. Deməli, əgər bir klasterin tutumu 8 kilobaytsa, onda ikisinin tutumu nə qədər eləyəcək? 16 kilobayt. Demək ki, 13 kilobaytlıq faylda yaddaşda 16 kilobayt yer tutmuş olacaq. Üçüncü faylımız bizim, deməli, 25 kilobaytlıq faylımızdır. 25 kilobaytlıq bir faylı 8 kilobaytlıq klasterlərə biz neçə dəfə yaza bilərik? 25-i 8-ə böldükdə bizdə alınır 3 tam mində 125. Bunu da yuvarlaq edib 4 götürürük. Demək ki, bizə 4 dənə klaster lazımdır. Bir klasterin tutumu 8 kilobaytsa, 4-ünün tutumu eləyəcək 32 kilobayt. Demək ki, bu faylda yaddaşda 32 kilobayt yer tutacaq. Və son olaraq 4-cü faylımız bizdə 34 kilobayt həcmə malik fayldır. Bu da 8 kilobaytlıq klasterlərə yığılarsa, burada alınır deməli 4,25, yəni bizə 5 dənə klaster lazım olur. Bir klasterin tutumu 8 kilobayt, 5-nin tutumu 40 kilobayt eləmiş olur. Deməli, bu bizim faylımızın öz tutumu idi, ümumi tutumu. Bu isə diskdə tutduqları həcmi idi. İndi bunları toplasaq bizdə eləyəcək deməli 6, 8, 14, 2 də buradan 16, 1 yadda, 4, 3, 7, 8, bir də buradan 9. Demək ki, ümumi 96 kilobaytlıq bir həcm yaranacaq. Yəni, diskdə tutduğu yer 96 kilobayt eləyəcək. Bizə deyir ki, öz həcmi ilə diskdəki həcmi nə qədər fərqlənir? Öz həcmi 77-dir, diskdə tutduğu yer 96-dır. 96-dan çıxsam 77-ni, nəticəni alacağım 19 kilobayt. Cavabımız olacaq. Buna əsasən Y variantı. Daha sonra İndi baxırıq bu sual nümunəsinə. Deməli, belə bir sual nümunəsinin bir qaydası budur ki, bütün ifadənin cəmini tapaq və aldığımız cəmi 16-lıq say sistemini ifadə edək. Bu biraz uzun çəkəcək. Gəlin, biraz qısa yolla baxmağa çalışaq. Bax, burada bizə verilib 2 üstü 9. Daha sonra 2 üstü 7 verilib, 2 üstü 6 verilib, 64, 2 üstü 5 verilib, 32, 2 üstü 4 verilib, 16 və baxın, bu cəmdə bizdə verəcək 8-i, yəni verilib 2 üstü 3. İndi mən bunu ikilik say sistemi kimi düşünsəm, yəni hansı rəqəmlər var bizdə? Baxın, 2 üstü 9 var, 1 yazıram. 2 üstü 8 yoxdur, bura 0 yazacağım. 2 üstü 7, 2 üstü 6, 2 üstü 5, 2 üstü 4, 2 üstü 3. 2 üstü 2 yoxdur. Buna deməli 0 yazıram. 2 üstü 2, 2 üstü 1 yoxdur, 0 yazıram. 2 üstü 0 yoxdur, 0 yazıram. Belə bir ikili ədəd alınır. Mən bunu indi 16-lıq say sisteminə gətirəndə 4-4 parçalamalıyam. Buradan 4 ayıranda 8, 4, 2, 1 qaydasına əsasən buradan 8 alınır. Buradan 4-ünü ayıranda yenə 8, 4, 2, 1 əsasən bu cəm bizə F-i, yəni 15-i verir. Buradan da çatmayan sıfırları əlavə eləyəndə 8, 4, 2, 1 əsasən 2 alıram. Nəticədə alınır 2F 8 ədədi 16-lıq say sistemində. Bu formada yazmaq mümkündür. Bəs bu rəqəmlərin cəmi bizdə neçə eləyər? Əgər o formada düşünsək. Deməli, alt-alta yazaq 512, 128, 64, 32, 16 və 8. Buradan 8, 2 eləyəcək 10, 6, 4 eləyəcək 10, 10, 10 eləyəcək 20, 8, 2 yenə 10 eləyir, 30 eləyəcək. 0 yazacağım 3 yadda. 6, 2, 8, 2 də buradan 10, 13, 3 də buradan eləyəcək 18. 1 yadda, 5, 1, 6, 1, 7. Bu alınacaq 780 ədəd. 780 ədədini mən əgər 10-luq say sistemindən gətirsəm 16-lıq say sistemindən, onda 16-ya belə getməliyəm. Gəlin onda bu formada da baxaq. Bunu əgər 16-ya bölsəm, deməli 780-ı böləndə 16-ya, burada alıram 48 dəfə. 48-i vursam 16-ya, nəticəni alıram 768.
Üzrü sayın. Burada 780 yox, 760 alınır. Nədə səhv elədim? Burada 760 alınır. Bir dəqiqə. 760-dan baxanda deməli 760 ədədini mən əgər onluq say sistemindən gətirsəm 16-lıq say sisteminə, onda böləcəm 16-ya. Deməli 760-ı mən əgər 16-ya bölsəm, burada 47 dəfə alıram. 47-yi 16-ya vuranda nəticə alınır bizdə. Deməli 752. Burada qalacaq 8. 47-ni 16-ya böləndə 3 16 bizə 48-i verir. 2 16 bizə verir 32-ni. Onda 7-dən 2 5, 4-dən 3 1 qalır. Bunu da axırdan əvvələ doğru düzsək, yenə 2 15 bizdə f-i verir, 8 də yazırıq bu formada. Yenə də 2f8-i almış oluruq. Yəni hər iki halda doğru bir nəticə əldə edilmiş olur. Daha sonra İndi baxırıq bu suala. Deməli, xarici yaddaşın həcmi operativ yaddaşın həcmindən neçə dəfə çoxdur? Xarici yaddaş bizdə hardadır? SSD 512 GB həcmə malikdir. Bəs operativ yaddaş, yəni RAM-ımız nə qədərdir? DDR-in tutumu da 32 GB-dir. Deyir, nə qədər çoxdur? Onda 512-ni böləcəm 32-yə, görüm nə qədər çoxdur. Bir dəqiqə, burada sadəcə qələmi kiçiltmək istədim. Aha. Deməli, 512 GB bizim SSD-imizin tutumu idi. 32 GB da bizim RAM-ımızın tutumu idi. Bunu böləndə 512 küstü 9-u verir, 32 küstü 5-i verir. Nəticəni alıram 2 üstü 4, yəni 16 dəfə. Demək ki, xarici yaddaşın tutumu əməli yaddaşın tutumundan 16 dəfə çoxdur. Cavab eləyəcək D variantı. Aha, baxırıq indi 64 nömrəli sualın nümunəsinə. Kamran sözünə sırayla A, C, V, A, B, U klaviatura kombinasiyalarını tətbiq etdikdə nəticəni müəyyən edin. Tamam. Demək ki, Ctrl A bütün mətni seçəcək. Deyək ki, bu bizim Kamran sözümüzdür. Kamran. Ctrl A vasitəsilə hamısı seçiləcək. Ctrl C kopyalayacaq, Ctrl V yapışdıracaq. Aha. İndi düşünə bilərik ki, Ctrl-V vasitəsilə burada bir dənə də Kamran sözü yapışacaq. Amma elə deyil. Hamısı seçiləndən sonra yapışdırılma prosesində yenə burada kopyalanan məqam yapışdırılmış olacaq. Yəni seçilənin yerinə bayaq kopyaladığımız məqam yapışacaq. Yəni ki, burada 2 dənə yox, bircə dənə Kamran sözü yaranacaq. Bax, gəlin bunu tətbiq edim. Deyək ki, elə bax, buradan baxıram. Yazıram bura Kamran. Zaten ekran görsənir deyə düşünürəm. İndi Ctrl-A eləyirəm. Ctrl-C, Ctrl-V eləyəndə yenə Kamran olur. Yəni 2 dənəsi yapışmır. Ümid edirəm, fikrimi izah edə bilirəm. Sadəcə Word açmamağın dərdindən burada rahat olsun deyə yazdım. Və daha sonra da Ctrl-A yenə də hamısını seçirəm. Ctrl-B qalınlaşdırıram və Ctrl-Underline altdan xətt çəkirəm. Beləliklə Kamran sözü qalın yazılacaq və altdan xətt çəkiləcək. Bu yazılış bizdə maili yazılışdır. Bunun üçün biz Ctrl-I düymələr kombinasiyasından istifadə edirik. Daha sonra aşağıdakı proqramlardan əməliyyat sistemlərinin sayı. Unix, Linux, deməli Windows, MS Word deyil, MS-DOS və iOS. Beləliklə 1, 2, 3, 4, 5. Ümumi 5 dənə əməliyyat sistemi alınmış olacaq. Daha sonra ASCII standartında kodlaşdırılan 512 səhifəlik mətn faylının hər sətrində 128 simvol var. Aha. Ümumi həcm 128 KB olduğu məlumdursa sətr sayını müəyyənləşdirin. Gəlin baxaq. Demək ki, bizdə n bərabərdir ASCII-dir. ASCII. Daha sonra səhifə sayımız 512-dir. Deməli, simvol sayımız 128-dir. Ümumi həcmimiz də 128 KB-dir. Və bizə məlum olmayan məqam nədir? Sətirlərin sayı. Sətir sayını biz bilmirik buradan. İndi mətnin həcminin tapılması düsturumuz necə idi? İbit vurulsun sətir, vurulsun simvol, vurulsun səhifə bərabər həcm düsturu ilə. İndi burada ibitimizi necə tapırıq? Deməli, əlifbamız ASCII-dir. ASCII standartında biz bilirik ki, ibit, yəni bir simvolun həcmi 8 bit və ya 1 byte götürülür. Biz deyək ki, 1 byte ilə yola çıxaq. İ'nin yerinə yazıram 1 byte. Vurulmuş. Sətir sayımız nə qədərdir? Bilinmir. Tamam, sətir sayına yazıram x. Simvol sayımız 128, yəni 2 üstü 7. Səhifə sayımız 512, yəni 2 üstü 9 bərabərdir həcmimizə, yəni 128, 2 üstü 7 kilobayta. İndi buradan x-i müəyyənləşdirmək istəyirəm. Bunun üçün 2 üstü 7-ni kilobaytdan əvvəl bayta gətirməliyəm. Yəni vurmalıyam 2 üstü 10-a, yazıram baytla. Bölürəm məxrəcdə 1 bayt vurulsun 2 üstü 7 vurulsun 2 üstü 9-a. İndi buradan 2 üstü 7-lər gedəcək, baytlar gedəcək. Sürətdə 2 üstü 10, məxrəcdə 2 üstü 9. Nəticədə bizə neçə alınacaq burada? Deməli ki, 10-dan 9, 2 üstü 1 qalacaq. Bu da bizə 2 vermiş olacaq. Ümumi 2 dənə sətir var. Bircə dəqiqə nədə səhv eləmədim. Fayldakı sətir sayını tapın. Hər səhifədə
2 sətr varsa, ümumi 512 səhifəsi varsa, onda bizə 1024 sətr eləyir. Baxın, bir məsələ var. Biz burada 2 dənə sətr sayı tapdıq. Düzdür? İndi bu 2 sətr bizim bir səhifədə olan sətirlərimizin sayıdır. Baxın, hər sətr məsələsi var. Bizim bir sətrimizdə 2 dənə, yəni belə deyim də, yəni bir səhifədə daha doğrusu, bir səhifədə 2 dənə sətr var. Onda ümumi neçə səhifəmiz var? 512 səhifəmiz var. Burada nə qədər sətrimiz olacaq? 512-ni vuracağım 2-yə, 2 üstü 9 bu, 2 üstü 1 bu, eləyəcək 2 üstü 10. Buradan da alacağım 1024 sayda. Demək ki, ümumi səhifəmizdə 1024 sayda sətr olacaq. Yəni cavab olacaq B variantı. İndi baxaq bu suala. 8-li say sistemində ən böyük rəqəmləri fərqli 2 rəqəmli ədəd. 8-li say sistemi rəqəmləri hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7. 2 rəqəmli ədəd istəyir və rəqəmləri fərqli olmalıdır. Aha, ən böyük deyirsə, ən böyük 7 rəqəmini götürərəm. Rəqəmləri fərqli olması məqamı var deyə 7-nin yanına bir dənə 6 yazaram. Bu 8-li say sisteminin ən böyük rəqəmli ədədini vermiş olar. İndi bu ədədi deyir 16-lıq say sisteminə gətir. Bunun üçün bu ədədi birinci mən gətirərəm 2-li say sisteminə, buradan da 16-lıq say sisteminə. İndi gəlin əvvəlcə 7-6 ədədini 8-li say sistemindən 2-li say sisteminə gətirək. Bunun üçün nə edirəm? 4, 2, 1 qaydasından istifadə edirəm. Deməli, 6-nı almaq üçün 4-dən və 2-dən istifadə edəcəm. Digərinə yazacağım 0. Olacaq 1, 1, 0. 7-ni almaq üçün 1, 1, 1-dən istifadə edəcəm. Yəni, hamısının cəmi bizə 7-ni verir. Olacaq 1, 1, 1. Bu da 7-nin ifadəsi. Demək ki, bizdə, indi buraya yazıram 2. 1, 1, 1, 1, 1, 0. İkili ədəd alındı. İndi bunu 16-lıq say sisteminə gətirəndə 4, 4 parçalayıram. Buradan 4-ünü ayıranda 8, 4, 2, 1 qaydasına əsasən 8, 2, 10, 4 də buradan eləyəcək 14. 14 də bizdə y-ni vermiş olacaq. Buradan alacağım y və burada 2 dənə 1 qalır, sıfırlar çatışmır. Bura 0 əlavə eləyəndə yenə 8, 4, 2, 1 əsasən 2, 1 cəmi bizə 3-ü vermiş olacaq. Demək ki, 16-lı say sistemində 3y deyilən bir ədədi əldə etmiş oluram. Cavabımız buna əsasən deməli A variantı alınmış olacaq. Yəni 3y. Daha sonra lampa 5 fərqli rəngdə yanır. Aha. 3300 fərqli vəziyyəti kodlaşdırmaq üçün ən az neçə lampa lazımdır? 5 fərqli rəngdə yanırsa, onda mən 300-ü 5-in qüvvətlərinin arasına almalıyım. Yəni, burada, misal üçün, olur 2 fərqli rəngdə yanır, 3 fərqli. Yəni, əlinizdə neçə dənə fərqli variant varsa, həmin variantların qüvvətini nəzərdə tutmalıyıq. İndi 305-in hansı qüvvətlər arasında yerləşəcək? Deməli, 5-in kubu mənə 125-i verir. Onda 5-in kubu 125-dir, 504 də 625-dir. Demək ki, 300, 125 ilə 625 arasında yerləşir və yüksək olan qüvvəti götürməliyik, olacaq 4. Bizə 4 dənə lampa lazımdır, cavabımız C variantı. Daha sonra, deməli, məntiqi bir sualın nəslidir. 4 nəfər Ömər, İsmail, Nigar, Aysu 4 müxtəlif şəhərdə A, B, C, D şəhərlərində fərqli peşələrdə müəllim, satıcı, həkim, sürücü çalışırlar. Aşağıdakı mülahizələrə əsasən A şəhərində kimin hansı peşə ilə məşğul olduğunu müəyyən edin. Bizə A şəhəri lazımdır. Baxaq. Deməli, Ömərlə İsmail B və D şəhərlərində işləmir. Və onlar həkim və satıcı deyil. Aha, Ömər və İsmail B-də işləmir, D-də işləmir. Bunlar həkim deyil və satıcı deyil. C şəhərində işləyən müəllimdir. C-də işləyən kimdirsə, bu müəllimdir. Tamam. Aysu D şəhərində işləyir. Aysu D-də işləyirsə, onda digərləri D-də işləyə bilməz. Eləcə də Aysu digər şəhərlərdə işləyə bilməz. Tamam. İndi baxaq. Deməli, bizə bayaq nə dedim? C şəhərində işləyən müəllim. Tamam. Nigar nə satıcı, nə də sürücüdür. Onda Nigar satıcı da deyil. Sürücü də deyil. Bu durumda satıcıya kim qalır? Aysu qalır. Doğru mu? Digər ixtisaslarda onda Aysu işləyə bilməz. İndi davam edirəm. İsmailin sürücülük vəsiqəsi yoxdursa, demək ki, İsmail da sürücü ola bilməyəcək. Bu durumda, baxın, bu minuslara əsasən İsmailin müəllimliyi qalır. Bayaq demişdi ki, C şəhərində işləyən müəllimdir. Demək ki, İsmail onda müəllim olacaq. Yəni C şəhərində işləyəcək. Burada minus qoyanda, buralara da minus qoyanda, görək bizdə nə alınır? Aha, alınır burada bu minuslara əsasən A şəhərində Ömərin işlədiyi görsənir. Bizə A şəhəri ilə bağlı bir məlumat verilməmişdi. Tamam. İndi burada da bu işləməyəcəyinə görə B şəhərində işləyir Nigar. B şəhəri ilə bağlı bir məlumat vardı mı bizdə? Yox idi. B şəhəri ilə bağlı bir məlumatımız yoxdur. Müəllimə digərlərinə minus qoysam, baxın, Nigara qalır həkimlik bu minuslara əsasən. Ömərə də qalır sürücülük peşəsi. Onda bizdən nə soruşulurdu? A şəhərində işləyənin həm peşəsi, həm də deməli həmin şəxsin özü.
Bu durumda Ömər işləyəcək A şəhərində. Baxın, Ömər A şəhərində işləyəcək və sürücülük peşəsində. Ömər sürücüdür və A şəhərindədir. Cavab olacaq B variantı. Daha sonra baxırıq indi bu sual nümunəsinə. Qrafiki fayl RGB keçirdikdən sonra həcmi 16 kilobayt azaldı. RGB-dən nəyə keçirildikdən sonra bu hissə qaralanıb. Bu hissə görsənmir bizdə. RGB standartından nəyə keçirildikdən sonra. Gəlin buna baxaq. Doğru variantı belədir. Gəlin işləyək. Deməli, RGB standartından 200 rəng çalarlı standartı keçirdikdə həcmi 16 kilobayt azaldı. Aha. İndi gəlin bir-bir baxaq. Demək ki, bizim RGB standartımızda yaddaşda 1 piksel 24 bit və ya 3 bayt yer tutur. 200 rəng çalarlı standartda isə N200 olduqda isə 200-ü 2-nin qüvvətlərinin arasına alırıq. Bu yerləşir 2/7 ilə 2/8-in, yəni 128 ilə 256-nın arasında. Buradan isə biz alırıq 8 bit. Demək ki, burada da bizim 1 pikselimiz yaddaşda 8 bit yer tutur. İndi bizə nə deyir? Deyir ki, RGB standartında olduqda, yəni 24 bitdə olduqda biz bu təsvirin həcmini bilmirik nə qədərdir. Amma öyrəndik ki, 200 rəng çalarlı standarta gələndə, yəni 8 bitə gələndə bunun həcmi 16 kilobayt azalır. Yəni x minus 16 kilobayta gəlib çıxıb. İndi gəlin biz buradan x-i müəyyənləşdirək. Deməli, buradan alıram 8x bərabərdir. 24 vurulsun x minus 16 kilobaytdan da bitə gəlmək üçün gəlin bunu küstü 13-ə də vuraq. Elə bitlə yazaq bu formada. Daha sonra buradan alıram 8x bərabərdir. 24x çıxılsın. 24 vurulsun 16 vurulsun 2 üstü 13 bit. Hamısı bit oldu artıq. Buradan deməli, bizdə necə bir nəticə alınacaq? X-i müəyyənləşdirmək lazımdır. Deməli, burada necə eləyirəm mən? Məchul çıxan azalına fərqdə, 24-dən 8 sayacağım. Bu mənə verəcək 16x bərabərdir. 24 vurulsun 16 vurulsun 2 üstü 13 bit. Buradan da x-i müəyyənləşdirmək üçün 24 vur 16 vur 2 üstü 13 biti bölməliyəm 16-ya. Bunlar gedəndə bizdə qalacaq 24 vurulsun 2 üstü 13 bit. Bizdə belə bir nəticə yoxdur. Onda bu 24 bir dəqiqə vurulsun 2 üstü 13 biti kilobayta gətirəcəm. Yəni böləcəm 2 üstü 13-ə. Nəticədə alacam 24 kilobayt. Beləliklə nəticəmiz buna əsasən A variantı olacaq. Bizdən RGB standartındakı həcmi müəyyənləşdirməyimiz istənilirdi. Yəni 24 bitdə olan həcmi müəyyənləşdirməliyik. Burada da x bizdə 24 kilobayt eləmir olacaq. İndi baxırıq bu sual nümunəsinə. Deməli, biz burada nə etməliyik? İmtahan qovluğunun daxilində yerləşən blok alt qovluğunda olduğu məlumdursa, sınaq qrafik faylı. Aha, deməli mənim faylımın adı sınaq qrafiki faylı, yəni sınaq.jpg-dir. Onda 5 və 4 yanaşı gələcək. Sınaq.jpg ayrıla bilməz. Buna əsasən, misal üçün bizdə 5 və 4 yanaşı gəlməyən variant A variantıdır. Bunu çıxarırıq. Və biz bilirik ki, bizim belə deyək də faylımızın ardıcıllığı, yəni faylın tam adı diskin adı ilə başlayır. Yəni birinci 3 gəlməlidir. C diski yazılmalıdır. Qoşa nöqtəsi qoyulmalıdır. Sonra dropu çəkilməlidir. Yəni 3-dən sonra da 6 gəlməlidir. Bu qanun uyğunluğuna əsasən D variantı da gedəcək. 6-dan sonra bizə deyir ki, sınaq faylı harda yerləşir? İmtahan qovluğunun daxilində yerləşən blok alt qovluğunda. Bundan sonra deməli imtahan gəlir. Yəni 2 gəlir. Buradan sonra demək ki, imtahan gəlir. İmtahan. Burada olacaq 2. Deməli 3, 6, 2-yə əsasən 3, 6, 2, 3, 6, 2 onda B variantı da gedəcək. İmtahanın daxilində də bir dənə alt qovluğu var. Yəni blok. Buradan sonra bir dənə də drop qoymaq lazımdır. Buradan sonra da bloku yazmaq lazımdır. Bu ardıcılığa əsasən burada bir dənə 6 gələcək, sonra da blok gələcək, 1 gələcək. Yəni 6 1-dən sonra, daha sonra yenə bir dənə də belə bir xətt çəkilməlidir. Yəni bir dənə də 6 yazılmalıdır. Daha sonra isə faylımızın adı, yəni sınaq.jpg yazılmalıdır. Bu ardıcılığa əsasən necə oldu? Onda elə bu formada qalacaq. Yəni 6-dan sonra 5 4 yazılmış olacaq. 3 6 2 6 1 6 5 4 3 6 2 6 1 6 5 4 olacaq C variantı. Daha sonra indi bu ifadəni baytla müəyyənləşdirək. Deməli birinci 1536 biti bayta gətirək. Bunu bayta gətirmək üçün kiçikdən böyük keçirəmsə bölürəm. Yəni mən 1536-nı bölməliyəm 8-ə. Buradan alıram 192 bayt. Birinci rəqəmimiz oldu bu. 1 kilobaytı bayta gətirmək üçün 1 kilobaytdan mən əgər bayta gəlirəmsə, böyükdən kiçiyə gəlirəmsə vururam 2 üstü 10-a. Bu da bizə verəcək 2 üstü 10-u, yəni 1000
24 byte. Bu da zaten byte'ladır. Daha sonra bu üç rəqəmi toplayacaq. Demək ki, 1024-ün üzərinə gəlməliyəm 192-ni, üzərinə gəlməliyəm 64-ü. Buradan alacağım. 4, 4, 8, 2 buradan 10, 1 yadda, 6, 2, 8, 9, 17, bir də buradan 18. Yenə 1 yadda, 1 yadda idi 2, bu da eləyəcək 1. Cavabı alacağım 1280 byte. Yəni cavabımız eləyəcək C variantı. Daha sonra C4 xanasında yazılan bu cüsturu hansı xanaya köçürtmək olmaz? İndi bir baxaq. Birinci başlayaq B3 xanasından. C4-dən B3-ə gəlmək üçün, baxın, bizim sütun ardıcıllığımız belədir. A, B, C idi. C-dən B-yə gəlirəmsə, bir sütun arxaya gəlirəm. Sətirdə də 4-dən 1 çıxmalıyam 3-ə gəlim. Demək ki, sətirdə də bir arxaya gələcəm. Burada B-dən A-ya gəlirəm. Burada sətir dəyişməyəcək, çünki qabağında dollar var. Üzərinə gəl, burada sütun dəyişməyəcək, qabağında dollar var. 3-dən də bir arxaya bizə 2-ni verəcək. Minus D-dən bir arxaya bizə C-ni verəcək. 2-dən də bir arxaya bizə 1-ni verəcək. Onu biz B3 xanasına köçürə bilərik. Burada bir problem olmadı. İndi gəlin bunu biz köçürdək nəyə? D4 xanasına. İndi gətirək bunu D4 xanasına. D4 xanasına gəlmək üçün sadəcə C-dən D-yə gəlməliyəm. Bir əvvələ sütun sətir dəyişməyəcək. Onda B-dən C-yə gələcəm. Bu 5, üzərinə gəl, dollar C, 3 qalacaq öz yerində, minus D-dən mən hara gələcəm dedim. C-dən D-yə gəlirəmsə, D-dən də bir addım bu tərəfə Y-yə gəlməliyəm. Bu olacaq bizdə Y2. Demək ki, D4 xanasına da bu cüstur köçürülə bilirmiş. Daha sonra, indi gəlin bunu C3 xanasına gətirməyə çalışaq. Deməli, sütun dəyişməyəcək, sətir bir vahid azalacaq. Sütun dəyişdirmirəm, sətiri də bu dollara görə dəyişdirə bilmirəm. Üzərinə gəl, dollar C, 3-dən 1 çıxacam, 2 eləyəcək, minus D, 2-dən 1 çıxacam, 1 eləyəcək. Bu durumda demək ki, bu C3 xanasına da köçürülə bilirmiş. İndi gəlin, C3-dən sonra F6-ya köçürməyə çalışaq. 4-ün üzərinə 2 gələrəm, 6 eləyəcək. C-dən F-ə gəlmək üçün C, D, Y, F. İkisini arada qoyub C-dən birbaşa F-ə gəlirəm. Onda burada bunu tətbiq etmək lazım. Mən onda B-dən hara gələcəm? B-dən ikisini arada qoyub Y-yə gələcəm. Yəni C ilə D-ni arada qoyacam. Onda bu bizdə Y deməli dollar 5, üzərinə gəl dollar C, 3-ün üzərinə 2 gələcəm 5, minus D-dən də ikisini arada qoyub D, Y, F, G-yə gələcəm onda mən. Olacaq G, 2-nin üzərinə 2, 4 eləyəcək. Demək ki, bu F6 xanasına da köçürülür onda. Gəlin onda A7 xanasına da baxaq. A7-yə baxsam, C-dən A-ya gəlmək üçün mən nə edirəm? C-dən A-ya gəlmək üçün B-ni arada qoyuram. Yəni, buradan A-ya gəlirəm. Onda mən B-dən hara gələcəm? B-dən artıq, baxın, mən gələ bilmirəm. Niyə? B-dən mən nəyi arada qoyub gələ bilərəm? Axı, burada arada qoymalı bir sütun yoxdur. Ona görə də, baxın, bu sütuna, üzrsən, bu xanaya köçürdə bilməyəcək düsturu. Çünki C-dən A-ya gəlmək üçün mən arada B-ni qoyuram. Bəs B-dən onda mən arada birini qoyub nəyəsə gəlməliyəm axı. B-dən də əvvəldə A var, A-dan başqa sütun yoxdur. Ona görə də biz A7-yə bunu köçürdə bilməyəcək. Olacaq Y variantı. Daha sonra, mətn fraqmenti seçildikdən sonra sola düzləndirildi və fraqment qalın şriftlə formatlandı. Seçmək nədir? Seçmək bizdə Ctrl A-dır. Ctrl A. Sola düzləndirilmək. Deməli, bizim 4 cür düzləndirilməmiz var. Deməli, hansılardır? Gəlin bir dənə yada salaq. Ctrl Right, sağa düzləndirmə. Ctrl Left, sola düzləndirmə. Ctrl Y, mərkəzə düzləndirmə və Ctrl Justify, hər iki tərəfdən düzləndirmə. Bizə deyir, sola düzləndirildi. Bu durumda burada olacaq Ctrl üstə gəl Left. Fraqment qalın şriftlə formatlandı. Qalın şrift bizdə olacaq Ctrl B. Ən sonda isə altdan xətt çəkilərək mərkəzə düzləndirildi. Altdan xətt çəkilməsi bizdə Ctrl Underline-də olacaq Ctrl üstə gəl U və mərkəzə düzləndirmək bizdə burada dediyimiz məqamdır. Ctrl üstə gəl Y. Onda ardıcıllıq belə olacaq. A, L, B, U, Y. A, L, B, U, Y. Cavabımız olacaq D variantı. Daha sonra yönləndirilməmiş qrafın qonşuluq matrisi aşağıdakı şəkildədir. Tamamdır. A məntəqəsinə, Y məntəqəsinə müxtəlif yolların sayını müəyyən edin. Gəlin cədvələ əsasən qrafımızı quraq. Demək ki, A təpəsindən yola çıxıram. Bizim hara yolumuz var? B-yə, D-yə, Y-yə. Deyək ki, buradan çəkirəm B təpəsini, buradan çəkirəm D təpəsini, buradan da deməli A-dan bir də Y-yə yol var. Gəlin onda belə eləyək. Baxın, D-ni yazaq burada, burada. Y-ni də yazaq burada. Bizə deyir A-dan Y-yə müxtəlif yolların sayını tapın. Görək düzmü gedirik. Belə yazsaq, bir də A-dan D-yə var. B-dən C-yə D-yə yol var. B-dən D-yə də yol var. Onda bu qarışıq olacaq. Elə bayaq kimi yazmaq daha məqsəd uyğundur. B-dir, burada yazaq, deyək ki, buralara bir yerdə Y yazaq.
A-dan bir də Y-yə yol var. İndi B-dən D-yə yol var dedi. Bir də B-dən C-yə yol var. C deyək ki, buradadır. B-dən C-yə də yol var. B-dən D-yə də yol var. A-dan D-yə də yol varmı? A-dan D-yə də yol var. İndi nə edəcəm? C-dən var Y-yə yolum bir dənə. C-dən Y-yə yolum var. D-dən həm C-yə, həm Y-yə yolum var. D-dən həm C-yə yolum var. D-dən həm də Y-yə yolum var. Daha sonra Y-dən heç birinə yol yoxdur. Deyəsən düz çəkdim. Y-dən heç birinə yol yoxdur. Aha. İndi bir qoyub yazmaq istəsəm. 1. Buradan bura gəlir 1. Onda D təpəsinə 2 yol gəlirsə, 2 yol buradan, 2 yol da buradan çıxacaq. C təpəsinə 3 yol gəlirsə, 3 də buradan çıxacaq. Onda 1 yol buradan, 2 yol buradan, 3 yol da buradan. 2 üstə gəl 3, üstə gəl 1. 5, bir də buradan eləyəcək 6. Demək ki, A təpəsinə, Y təpəsinə ümumi 6 dənə yol var. Olacaq cavabım D variantı. Daha sonra indi belə bir sual verilib. X say sistemini müəyyən etməmiz lazımdır. Gəlin hamısını onluq say sisteminə gətirək. 0, 1, 2, 0, 1, 2, 0, 1, 2. İndi başlayıram. 1 vurulsun x-in kvadratı, üzərinə gəl 2 vurulsun x üstü 1 və 3 vurulsun x üstü 0. Üstə gəl 1 vurulsun x üstü 2, üstə gəl 3 vurulsun x üstü 1 və 5 vur x üstü 0 bərabərdir. 1 vur 9'un kvadratı, üstə gəl 6 vur 9 üstü 1 və 6 vur 9 üstü 0. Buradan x kvadrat üstə gəl 2x, üstə gəl 3 alıram. X üstə 0 mənə 1 verir, bir dəfə 3 eləyəcək. Buradan yenə alıram x kvadrat, üstə gəl 3x, üstə gəl. Buradan da yenə mən 1 alıram, bir dəfə 5 eləyəcək. 5 bərabərdir. 9'un kvadratı mənə 81 verəcək. 9 dəfə 6 54 verəcək. Buradan da 6 gələcək. 6, 4, 10, 11 bir yadda, 13 bir yadda eləyəcək 14. Buradan da alıram 141 ədədini. İndi buradan x kvadrat bizə verəcək 2x-in kvadratı. Üstə gəl 2x, 3x bizə verəcək 5x-i. Üstə gəl 5, 3 eləyəcək 8. Bərabərdir 144-ə. İndi buradan biz nə edə bilərik? 2x-in kvadratı üstə gəl 5x bərabərdir. 8-i bu tərəfə keçirsəm, onda 144-dən 8 çıxacam. Buradan alacam 136-nı. İndi nə edeyim mən? Ən yaxşı kvadrat təlini üsulundan getməkdir. Çünki bunu başqa cür işləmək çətin məsələ olacaq. Gəlin yazaq. 2x kvadrat üstə gəl 5x çıxılsın 136 bərabər 0 yazaq. Burada diskriminant bərabər b kvadrat, yəni 5-in kvadratı 25 çıxılsın 4ac. 4 bizdə 2-yə vurulanda 4 dəfə 8-i verəcək. Bunu da 136-ya vuranda eləyəcək 1088. Deməli, burada minusdur. Mən buna necə yazacağım? 5-in kvadratı 25 minus 4 vur 2 vur 136. Bu da bizdə plusu verəcək. Nəticədə burada alacağım 25 üzərinə gəl 1064 və 1089. Deməli, burada x1-i tapmaq istəsəm, deməli, kökün altında D yazmalıyam da. Yox, mənfi birinci mənfi B. Olacaq mənfi 5 plus minus kök altında 1089 bölünmüş 2a, 2 dəfə 2 də bizə 4'ü verəcək. Buradan da mənfi 5 plus minus, buradan da təxminən kök bizə neçə çıxır? 33 çıxır da. Buradan da böləndə 4'ə, 33'dən 5 çıxanda 28, 4'ə də böləndə 7'ni əldə eləmiş oluram. Onda say sisteminin əsası bizdə 7 olur. Beləliklə nəticəmiz D variantı alınmış olur. Daha sonra aşağıda verilmiş variantlardan hansı fayl adı ola bilər? Faylın adındakı qadağalarımızda deməli, böyük kiçikdir işarəsi var idi. Deməli, sual işarəsi var idi. Bunlar faylın adında iştirak edə bilməz. Dırnaqlar iştirak edə bilməzdi. Daha sonra qoşa nöqtə olmazdı. Cavabımız olacaq bu işarə, yəni Y variantı. Y variantı fayl adı kimi istifadə oluna bilər. Daha sonra baxaq 78 nömrəli sualın nümunəsinə. Deməli, VGA bizim monitoru və proyektoru kompüterə qoşmaq üçün istifadə olunan portumuzdur. HDMI-də həmçinin. Amma VGA-da ancaq görüntü ötürülür. HDMI-də həm səsi, həm də görüntünü ötürə bilərik. Demək ki, 1-ə gedəcək C, 2-yə də gedəcək B. LAN və PS2 portu. LAN portu bizim internet portumuzda, internetlə əlaqəlidir. 3-ə gedəcək D variantı. 4-dən isə biz sıçanı və klaviaturanı qoşuruq. PS2 portu olacaq A variantı. Yadda saxlayaq. PS2 portu, OS2 isə bizdə əməliyyat sistemidir. Bunları fərqləndirək. CBDA olacaq. CAB, CD, CBDA olacaq B variantı.
Baxırıq bu suala. Aktual informasiya nədir? İnformasiyanın cari zamana uyğunluğudur. Heç bir şəxsin fikrindən asılı olmayan informasiya bizdə obyektivlik xassəsini etibar edir. Rəsmi mənbədən alınan mənbə sözü bizdə etibarlılıq xassəsinə əsaslanır. Tam olmalıdır informasiya. Bu tamlıq xassəsidir. Hər kəs tərəfindən başa düşülən olmalıdır. Bu da aydınlıq və ya anlaşıllıq xassəsidir. İkili say sistemində ən böyük 10 rəqəmli ədədi 8-li say sistemində ifadə edin. İkili say sisteminin ən böyük 10 rəqəmli ədədi 10 dənə 1 olan bir ədəddir. Biz bilirdik ki, ikili say sisteminin 2 dənə rəqəmi var, 0 və 1. Ən böyük ədəd istəyiriksə 1 ilə başlamalıdır bu ədədi və ən böyük 10 rəqəmli deyirsə onda 10 dənə 1 yazmalıyam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə 1 ikili say sistemindədir. Bunu 8-li say sisteminə gətirməliyəm. 3 parçalayıram. 4, 2, 1 əsasən bu mənə 7-ni verəcək. 1, 2, 3, 3. Yenə 4, 2, 1 əsasən 7-ni verəcək. 4, 2, 1 əsasən 7-ni verəcək. Burada bir dənə 1 qalır yalnız. Bunun da qabağına sıfırlar artıranda 4, 2, 1 əsasən buradan da 1 alıram. Nəticə olacaq 1, 7, 7, 7 ədədi 8-lik say sistemində. Yəni cavabım olacaq A variantı. Daha sonra baxıram növbəti suala. 1 GB-ın yarısının 4də 3 hissəsi neçə megabitdir? Gəlin əvvəlcə 1 GB-ı gətirək megabitə. Bunun üçün nə edirəm? Gigabaytdan gigabitə gələrəm birinci. Baxın, 1 GB-ı mən əgər gigabitə gətirmək istəyirəmsə, baxıram ki, gigalar eynidir. Onda baytdan bitə gəlirəm. Böyükdən kiçiyə gəlmək üçün vururam 8-ə. Yəni baytla bitin arasında kesri 3 var, 8-ə vururam yəni. Olacaq bu bizdə 8 gigabit. İndi bu 8 gigabitdə gətirməliyəm megabitə. Aha, bunun üçün ikinci qatar yolu bizə lazımdır. Ardıcıllığımız necə idi? Bit, kilobit, deməli, megabit və gigabit. Bir dəqiqə bu düzgün yazmadım. Kilobit buradan gəlir. Megabit daha sonra gəlir gigabit. İndi mən əgər gigabitdən megabitə gəlirəmsə 2 üstü 10-a vuracam. Demək ki, mən 8-i vurmalıyam 2 üstü 10-a. 8 məndə 2 üstü 3 deməkdir. Bunu da 2 üstü 10-a vuranda nəticəni alıram 2 üstü 13 megabit. İndi bizə nə deyir? Baxın, 1 GB aldıq 2 üstü 13 megabit. İndi deyir ki, bunun yarısı. Yəni 2 üstü 13-ün yarısı. 2-yə bölünməsi bizə nəyi verəcək? 2 üstü 12-ni. Düzdür? Yarısının 4də 3 hissəsi neçə megabitdir? İndi bu yarının, yəni 2 üstü 12-nin 4də 3 hissəsini tapmalıyam. Burada nə alıram mən? 2 üstü 12-yə vurulsun, 3 bölünmüş, 2 üstü 2 alıram. 4-ü 2 üstü 2 kimi yazıram. 2 üstü 2 ilə 2 üstü 12 gedəndə buradan bizə qalır 2 üstü 10 vurulsun 3. 2 üstü 10 bizdə 1024 deməkdir. Bunu 3-ə vuranda nəticəni alıram 3072 megabit. Cavab olacaq Y variantı. Daha sonra A2, C2 diapazonuna əsasən diaqram qurulub, tamamdır. Gəlin buradan nəyi müəyyənləşdirək? B1-i müəyyənləşdirək. Tamam. Deməli, bu diaqramdan nə görünür? Buradan o görsənir ki, baxın, bu 3 tərəfin cəmi bizdə digər tərəfi vermiş olur. Eyni zamanda 12.5-i 12.5-ə toplayanda bizdən 25 nəticəsi əldə edilmiş olur. Yəni, 2 tərəfin cəmi 3-cü tərəfi verir. Eyni zamanda bu 3 tərəfin cəmi də digər yarını verir. Bu haradasa bizdə nəsə bir fikir yarana bilər ki, bununla bağlı ki, yəni variantları buna uyğun müəyyənləşdirək. İndi gəlin bunu da yuxarı qoyum ki, burada bizim yerimiz olsun biraz. Çünki burada biraz məqamlar çoxdur. Deməli, indi bunu da qoyduq bura və başlayırıq. Birinci başlayaq A2 xanasından. A2 yazılıb A1, yəni 2 vurulsun 4, üstə gəl D1. D1 bizdə 7-dir. 4 təfk eləyəcək 8, üstə də 7-ni gələcəm. Buradan alıram 15. Gəlirəm indi B2 xanasına. B1 vur 5 yazılıb. B1-ə nə demişik? X demişik. X-i 5-ə vuranda alıram 5X. Gəlirəm indi C2-yə. C2-yə yazılıb B1, yəni X vur 8, yazıram buradan 8X, üzərinə gəl, B1 vur 2, yəni 2 vurulsun X, yazıram 2X, buradan da alıram 10X. Və son olaraq D2 xanasına yazılıb C2 vur 2, C2 bizdə 5-dir. 5-i də 2-yə vuranda buradan alıram 10. Aha, deməli biri 10X-dir, biri 10-dur, biri 5X-dir, biri də 15-dir. Aha, bunun ən böyük hansı olar? Ən böyük təbii ki 10X olar, düz deyil. Mən əgər digər bu 3 tərəfin cəmini 10X-ə bərabər götürsəm, buradan nə alaram? Gəlin yoxlayaq. 15 üstə gəl 5X, üstə gəl 10 bərabər 10X-ə. Buradan 15 ilə 5 mənə 25-i verəcək. Üstə gəl 5X bərabər 10X alıram. Buradan da 5X bərabər 25-dən X üçün 5 əldə edirəm. X-ə 5 əldə eləmişəmsə, gəlin indi X-in 5 dəyərini yerinə qoyaq. 5-i 5-ə vuranda buradan alacam 25. 5-i 10-a vuranda buradan alacam 50. Baxın, həqiqətən görək bizdə bu 3 tərəfin cəmi buranı verirmi?
Burada bax 15, 10. Mənə verəcək 25-i, 25, 25 mənə verir 50-ni. Əslində bəli, verir. Amma bir məqam var. O məqam var ki, burada iki tərəf bir-birinə bərabər olmalıdır. Yəni, burada hansısa iki tərəf bərabər olmalı idi, bizdə bərabər olmadı. Ona görə də 5 dəyəri burada tam olaraq təəssüf ki, ödəmir. Bizdə lazımdır ki, baxın, bu iki tərəfə bir-birinə bərabər olsun. Onu da gəlin başqa cür yanaşaq. Burada üzr istəyirəm, bir məqamda səhvlik olub. Burada yazıb C2 vur 2. Mən bu C1-i 2-yə vurmuşam. Bircə dəqiqə. Burada C2 bizdə neçə idi? C2 bizdə 10x idi. 10x-i mən vurmalıyam 2-yə. Buradan alıram mən 20x. Aha. 20x alıram. 20x-i mən ən böyük tərəf kimi götürsəm, digərlərinin cəmini 20x götürə bilərəm. Gəlin onda belə işləyək. Bax, 15 üzərinə gəl 5x, üzərinə gəl 10x bərabərdir 20x-a. Buradan 15 üzərinə gəl, 15x bərabər 20x alıram. 15 də bərabərdir. 20-dən 15 çıxanda 5x-a. X da buradan bizə 3-ü verir. İndi x 3 olanda görək nəticə necə olacaq. 3-ü burada yerinə qoysam 3 dəfə 5, 15 alıram. 3-ü burada yerinə qoyanda 30 alıram. 3-ü burada yerinə qoyanda 3 dəfə 2, 60 alıram. Aha, baxın, bu tam uyğun gəlir. Belə ki, ən böyük tərəf 60-dır, orta tərəf dediyimiz 30-dur və bu iki tərəfin cəmi dedim, axı buranı verməlidir. Baxın, 12-5-in 12-5-in cəmi bizə 25-i verir. Həqiqətən də bura deməli 15-dir, burada 15-dir. Biz istədiyimiz nəticəni bu formada əldə etmiş oluruq. Demək ki, cavabımız olacaq 3, yəni C variantı. Üzr istəyirəm, burada bir səhvim olub, ona görə bayaq düzgün nəticə əldə etmədik. Cavabımız olacaq buna əsasən C variantı. Daha sonra aşağıda verilmiş diapazonlardakı xanaların sayını artması ilə düzün. Tamam. Hər bir diapazonda olan xana sayını müəyyənləşdirmək lazımdır. Birinci ilə başlayaq. Burada sütun nə qədərdir? A, B, C. 3 dənə sütun var. Sətri nə qədərdir? 4-dən çıxacam 3, üzərinə gələcəm 1. Bu mənə verəcək 2-ni. Sütunu sətrə vuranda biz xananın sayını əldə edirik. 3 dənə sütun var, 2 dənə sətr var. 3-ü vuranda 2-yə, burada alıram 6 dənə xana. İndi bura baxıram. B, C, D. Yenə 3 dənə sütun var. 9-dan çıxıram 2, üzərinə gəlirəm 1. Bu mənə verəcək 7, bir də buradan 8-i. 8-i sətri 3 sütuna vuranda 8 dəfə 3, ümumi 24 dənə xana əldə edirəm. İndi bura baxıram. A-dan D-yə. A, B, C, D. 4 dənə sütun var. 2-dən 1 çıxıram. Eləyəcək 1, üzərinə 1 gələcəm, eləyəcək yenə 2. 2 dənə də sətr var. 2 sətri də mən əgər 4 dənə sütuna vursam, 8 dənə xana əldə edirəm. Daha sonra bu da getdi, indi gəlirəm bura. C, D, Y. 3 dənə sütun var, 2-dən 2 çıxıram, üzərinə 1 gəlirəm. Bunlar gedəcək, 1 qalacaq. Bir dənə də sətr var. Biri də mən əgər 3-ə vursam, 3 dənə ümumi xana sayı əldə eləmiş olaram. Mənə deyir ki, xanaların artması sırasıyla düzün. Artma bizdə nə olacaq? Kiçikdən böyüyə. Ən kiçik bizdə hansıdır? 3 xana. Yəni 4 olan. 4-dən sonra biraz böyük xana sayı bizdə 6-dır. Yəni 1-dir. 1-dən sonra 8 olacaq. 6, elə bil ki 3, 6, 8, sonra 24-də. Buradan 8 gələcək. Yəni 3-cü. Daha sonra da 2 gələcək. Nəticəmiz bu formada alınmış olacaq. Daha sonra A məntəqəsindən H məntəqəsinə müxtəlif yolların sayını müəyyənləşdirək. Gəlin baxaq. Demək ki, A məntəqəsindən yola çıxıram. 1, 1, 1 yazıram. A-dan B-yə bir yol gəlirsə, bir yol buradan çıxacaq, bir yol buradan çıxacaq. A-dan C-yə 1 gəlirsə, biri buradan çıxacaq, biri də buradan çıxacaq. D məntəqəsinə 3 yol gəlirsə, 3 yol buradan çıxır, 3 yol buradan çıxır, 3 yol da buradan çıxır. F məntəqəsinə 3, 1, 4 gəlirsə, 4-ü buradan çıxacaq, 4 də buradan çıxacaq. G məntəqəsinə 4, 3, 7 yol gəlirsə, 7 yol buradan çıxacaq, 7 yol da buradan çıxacaq. Onda Y məntəqəsinə 7, 3, 10, bir də buradan 11 yol gəlirsə, 11 yol da buradan çıxacaq. Ümumi H məntəqəsinə 7 üstə gəl 4, üstə gəl 11 sayda yol gəlib çıxmış olacaq. Bu bizə verəcək 11, 11, 22 dənə yolu. Cavab buna əsasən ümumi 22 də alınmış olacaq. Daha sonra, deməli, aşağıdakı fayl uzantılarından hansılar qrafiki fayllara aid deyil? TXT aid deyil, bu bizdə mətn faylıdır. BMP bəli aiddir, JPEG aiddir. MPEG bizdə səs faylıdır, ZIP bizdə arxiv faylıdır, arxiv. Və GIF də bizdə qrafiki fayldır. Bu da doğrudur. Yəni aid deyil deyirsə 1, 4 və 5 götürüləcək. Olacaq 1, 4, 5. Daha sonra 14 səhifəlik elektron faylın hər səhifəsində Unicode standartında kodlaşdırılmış 1024 simvolluq mətn və RGB standartında kodlaşdırılmış bu ölçüdə təsvir var. Faylın həcmini müəyyən edin. Hər səhifəsində həm mətn var, həm də qrafika var. Tamamdır. Onda mən əvvəl başlayayım mətnimdən. Baxın, mənim mətnim ümumi 14 səhifədən ibarətdir. Səhifə sayım 14-dür. Unicode'da bir simvolum, yəni i bitiminin həcmi bizdə 1 baytdır.
və simvol sayı. Simvol sayı da bizdə 1024-dür. Simvol. Bu məlumatlara əsasən həcmi tapmaq istəsəm, həcm bərabəri səhifə simvol i-bit, yəni 14 vur 2 bayt, vur 1024 də bizdə 2 üstü 10'u verir. Buradan alıram 14 vur 2 üstü 11 bayt. Baytdan kilobayta gəlmək üçün 2 üstü 10'a bölürəm. Bunlar gedəndə sürətdə qalacaq 2. 2'ni də 14'ə vuranda alıram 28 kilobayt. Bu bizim olur mətnimizin həcmi. İndi gəlirəm qrafikaya. Qrafika üçün nə məlumatlar verilib? RGB standartında kodlaşdırılıb. Yəni i-bit bizdə nə qədər eləyəcək RGB-də? 24 bit və ya 3 bayt. Doğrumu? Daha sonra təsvirin ölçüsü, yəni A vurulsun B-də bizdə verilib nə qədər? 128 vur 128. İndi biz buradan həcm müəyyənləşdirməliyik. Və 14 səhifəlik sənəddədir. Yəni biz bunu bir dəfədə 14'ə vurmalıyıq ki, bütün səhifələrdə olan qrafiki təsvirin həcmini tapacaq. Deməli buradan H bərabər eləyəcək. A vurulsun, B vurulsun, deməli i-bit. Buradan H-ı tapmaq üçün A vur B 128 vur 128'dir. Yəni 2 üstü 7 vur 2 üstü 7'dir. Bunu da i-bitə, yəni 3 bayta vururuq. Buradan alıram 2 üstü 14 vur 3 bayt. Bunu da kilobayta gətirmək üçün 2 üstü 10'a bölməliyəm yenə. 14 ilə 10 gedəndə 2 üstü 4 qalacaq, yəni 16. 16'nı çevirəndə alacam 48 kilobayt. İndi məsələ nədir? Bax, bu 48 kilobayt bir səhifədə olan qrafiki təsvirin həcmidir. Əgər mən 14 səhifədə olan qrafiki təsvirin həcmini tapmaq istəyirəmsə, onda belə yazacağam. Əgər bir səhifəmdə 48 kilobayt qrafika varsa, 14 səhifəmdə nə qədər eləyəcək? Bunun üçün x-i tapmaq üçün 48 14'ə vuracaq, olacaq 672 kilobayt. Demək ki, bizdə ümumi 672 kilobaytlıq qrafiki təsvir var. Bu bizim qrafik haşımız, bu da bizim mətn haşımız. Cəmləyəndə 672'nin üzərinə gələcəm 28'i, 8 2 11, yadda 7 2 9 10 6 7. Olacaq ümumi 700 kilobaytlıq bir mətn. Yəni ümumi sənəd daha doğrusu. 700 kilobayt ümumi həcm alınmış olacaq. Daha sonra uyğunlaşdıraq buradan. Deməli, xarici yaddaşlarımız Sicir və HD-dir. Olacaq B və D. Daxili yaddaşımız CMOS olacaq C. Portlarımız hansılardır? DVI portu, USB portu. A və Y də gedəcək porta. Aşağıda verilmiş qrafın qonşuluq matrisində sıfırların sayından birlərin sayını çıxaraq 8'li say sistemində ifadə edin. Tamamdır. Demək ki, bu bizim qrafımızdır. Burada biz nələri tapa bilərik? Əvvəlcə təpələrin sayını müəyyənləşdirək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yazıram təpə sayı 8. İndi tillərin sayını müəyyənləşdirək. Bu bizdə 1 olacaq. Bu 2, bu 3, bu 4, bu 5. 6, 7, 8, 9, 10, 11. Ümid edirəm, heç biri gözdən qaçmadı. Til sayı da bizdə oldu 11. İndi mən nə edəcəm? Əvvəlcə bu til sayına əsasən birlərin sayını müəyyənləşdirəcəm. Bunun üçün nə edirdik? Biz bilirdik ki, til sayını əgər 2'yə vursaq, buradan birlərin sayını əldə edə bilərik. Til bizdə 11'dir. Vuranda 2'yə bizdə alınır 22 dənə birlər. Birlər. Və sıfırların sayını necə müəyyənləşdirdik? Təpə sayının kvadrata yüksəldirik. Bu bərabər olur. Sıfırlar üzərinə gəl birlər. Təpənin sayının kvadratı 8'in kvadratı bizə 64'ü verəcək. Bu bərabərdir. Sıfırları bilmirəm. Üzərinə gəl birlər də aldım 22. İndi 64'dən 22 çıxıb sıfırların sayını müəyyənləşdirməliyəm. Sıfırlar bərabər olacaq. Deməli 4'dən 2 2, 6'dan 2 eləyəcək 4. Nəticə olacaq 42. İndi bu 42 edir 8'lik ifadə ilə. 42 ədədi bizim onluq say sistemimizdədir. Bunu 8'lik say sisteminə gətirmək üçün 42'ni 8'ə bölə-bölə getməliyik. Burada olmalıdır 5 dəfə 8 40. Nəticə qalacaq 2. Bu durumda axırdan əvvələ doğru düzlükdə nəticəni 5 2 əldə etmiş oluruq. Burada bir məqam var. Mən burada 8'lik say sistemini ifadə edin deyir, nə ifadə etməliyəm? Buradan aldım 42 sıfırların sayını. İndi bizə deyir ki, sıfırların sayından birlərin sayını çıx, onu 8'lik ifadə elə. Sıfırlar bizdə 42'dir. Birlər də bizdə 22'dir. Bunu çıxanda 4'dən 2 2 qalır, 20 qalır. Düzdür? İndi mən 20 ədədini onluqdan gətirməliyəm 8'liyə. Bu durumda 20'ni 8'ə bölməliyəm. Bu 2 dəfə 8 16'nı verəcək. 16'dan da 16 4 qalacaq. Nəticə olacaq bizdə 24 ədədi. 8'li say sistemində. Buradan belə bir nəticə alınmış olacaq. Daha sonra
İndi gəlin bu xanaların dəyərlərini müəyyənləşdirək. Birinci başlayıram D1 xanasından. D1-ə yazılıb A1-dən B2 kimi xanaların cəmi, yəni sam bizdə cəmləmədir. A1-dən başlamalıyam, B2 ilə bitməliyəm. Yəni baxın burada. 1, 2, 5 və 3 olacaq. 1 plus 2 plus 5 plus 3. Bu bizim bir mötərizəmizdir. Deyək ki, birinci samımızdır. Üzərinə gəl. Sam B2-dən C3-ə kimidir. B2 hardadır bizdə? Baxın, B2 bizdə buradadır. B2-dən C3-ə kimi. C3 də bizdə burada bitir. Yəni 3, 2, 4, 3-ü cəmləməliyəm. Olacaq 3 plus 2, üstə gəl 4, üstə gəl 3. Burada necə bir nəticə əldə edilir? Deməli, 5, 3, 8, 2, 10, 11 buradan gələcək. 3, 3, 6, 4, 10, 12 də buradan gələcək. Nəticə bizə verəcək 23-ü. İndi gəlirəm D2 xanasına. Bura yazılıb A1 nöqtəli vergül C3. Aha, bu deməkdir ki, sırf A1 xanasını götürəcəm və C3 xanasını götürəcəm. Yəni, diapazondan söhbət getmir burada. Sırf 2 xananın dəyərindən gedir. Olacaq A1, 1, C3, 3, 3 ilə 1-in cəmi eləyəcək 4. Demək ki, buradan alıram 1-ci 4. Üzərinə gəl. Sam B1-dən B3-ə kimi. Onda B1-dən başlayıb B3-də bitəcəm. Yəni 2, 3, 4-ü cəmləyəcəm. Üzərinə gəl 2, üzərinə gəl 3, üzərinə gəl 4. 4, 4, 8, 2 buradan 10, 13 verəcək bizdə. Və sam D1, D2 nəyi verir? D1 ilə D2 xanalarının cəmi. Yəni 13 buradan, 23 də buradan. 13 ilə 23-ün də cəmi 3, 3, 6, 2, 1, 3. 36-nı vermiş olacaq. Daha sonra İndi burada deyir ki, aşağıdakı verilən cədvəl fraqmentində B2 xanasına düstur yazıldıqdan sonra B2 F6 üzrə sürüşdürülüb. Bu durumda deyir B2 xanası hansı düstur yazılır? Baxaq görək burada necə bir vəziyyət yaranıb. B2 xanası necə düstur yazılıb? Nəticə 10 olub. Aha. Deyək ki, burada A sütunu üzrə qiymətləri verilib, yəni cədvəlin özündə. Bir də bir sətri üzrə qiymətlər verilib. İndi görək burada necə bir məsələ var. Deyək ki, 80-da almaq üçün biz nə edərik burada? Deyək ki, C5 xanasına baxıram. 80-da almaq üçün, bax, mən 4-ü vururam 20-yə, düzdür? Yəni, A5-i vururam nəyə? C1-ə. C1-ə. Buradan mən 80 alıram. Daha sonra, deyək ki, gəlin elə B2-yə baxaq. B2-də yazılıb neçə? 10. Onu almaq üçün A2-ni, yəni 1-i vururam B1-ə. B1-ə. Deyək ki, buradan bir dənə də 160 almaq istəyək. 160 bizdə Y5 xanasıdır. 160 almaq üçün A5-i, yəni 4-ü vuracam Y1-ə. Yəni bu xanaların kəsişməsidir də. Bunu vuracam Y1-ə. Yəni 4-ü 40-a vuranda 160 alıram. İndi baxın, demək ki, düsturumuz təxmini belə bir formadadır. İndi bunu elə formaya gətirməliyəm ki, bu diapazon üzrə sürüşdürüldükdə müəyyən məqamlar dəyişməsin ki, biz istədiyimiz nəticəni əldə edək. Onda nə edərəm? Bax, görürəm ki, burada dəyişməyən nədir? Dəyişməyən burada A-lardır. Baxın, A-lar dəyişmir. Ona görə A-ların qabağına dollar qoyacam. Bir də sətirlər. Baxın, buradakı birlər dəyişmir. Onda bir də birlərin qabağına dollar qoyacam. Bu məntiq əsasən demək ki, B2 xanasında bizdə belə bir düstur yazılıb. Dollar A2 vur B dollar 1. Düsturumuz onda bu şəkildədir. Daha sonra bununla da biz güvən nəşrlərinin bu sınaq imtahanının bütün suallarını tam şəkildə yekunlaşdırmış olduq. Sağ olun, bu qədər.